Sudak, sıf balığı. Həm şirin, həm də duzlu şirin sularda yaşayan yırtıcı bir balıqdır. Bu balıq Xəzər dənizi, Kür və Volqa kimi çaylarda yayılıb, uzunluğu 40-70 sm, çəkisi isə 4-8 kiloqrama çata bilər. Sudakın iti dişləri sürətli ov qabiliyyəti ilə tanınır. Ağ, az sümüklü əti var. Bu da onu qidalanma üçün dəyərli edir. Xüsusilə qızardılmış və sobada bişmiş halda yeməkləri məşhurdur. Aşağı yağlı tərkibi və yüksək protein dəyəri ilə sağlam qidalanma üçün idealdır. Quruluşu. Zərif bir bədəni, bir-birindən ayrı duran iki sırt üzgəci və çoxsaylı itici dişləri var. Bədəninin rəngi yaşıl bozdan gümüşü rəngə qədər dəyişir. Həyat tərzi. Yırtıcıdır. Əsasən balıqla və kiçik növləri su həşəratları ilə qidalanır. Oksigenə həssas olduğu üçün çay, göl və duzlu şirin su qarışıq mühitlərdə yaşayır. Gün ərzində dərin sulara gedər, gecələr isə ov üçün səthə çıxır. Qida dəyəri. Sağlam qidalanma üçün ideal hesab olunur, çünki az yağlı və yüksək zülal tərkibinə malikdir. İstifadəsi. Qızardılmış, sobada bişirilmiş və buğda kimi müxtəlif üsullarla hazırlanır. Yayılması. Xəzər dənizi, Volqa və Kür çayları daxil olmaqla müxtəlif su hövzələrində yayılmışdır. Naxçıvanın Araz və digər daxili su hövzələrində də tutulur. Çöl Həyatı YouTube kanalıma bəyənib abunə olaraq dəstək ola bilərsiniz. Bu pulsuzdur.